Salam, axşamınız xeyir olsun əziz dinləyicilər. Avto FM-də Yoldasan verilişinə qulaq asırsınız. Studiyada mənəm Əli Ağayev. Bir saat boyunca yollarda olan ən son xəbərləri, ən son məlumatları məhz bizdən alacaqsınız və təbii ki, müzakirə olunması və müzakirəyə qoşulası mövzumuz da olacaq. Amma mövzuya keçməmişdən qabaq sizin də istəyirəm kiçik bir söhbət aparım. Bilirsiniz ki, həm təhlükəsizlik, həm sağlamlıqla bağlı son dönəmlər sosial şəbəkələrdə də yayılır, özünüz də görürsünüz. Ötmələrin düzgün aparılmaması, vaxtın əvvəl sürətlənmə və avtomobil sürücülərinin bir-biri ilə ötmə əməliyyatlarını, sürətli ötmə əməliyyatlarını eləməyi çox təəssüf ki, həyat itkilərinə başa gəlir və buradan Avtofem olaraq və Yoldasan veriliş olaraq bir daha səslənirik ki, yol hərəkəti qaydalarına maksimum dərəcədə ciddi şəkildə əməl etmək lazımdır və baş verə biləcək, inandırım sizi ki, sonradan çəkilən paylaşımlar, görüntülər heç biri həmən şəxsi yenidən həyata qaytarmır. Bunu özünüz də yaxşı bilirsiniz və kiçik bir ötmələr, bir-birinə bəhsə girmələr, inandırım ki, sizi avtomobil yol zarafatı sevmir, riski sevmir. Bu yol ictimai nəqliyyatda olan yol, bu bir yarış meydançası deyil. Bu bir həyat yoludur və ümumi ictimai yoldur. Burada sizinlə yanaşı digər şəxslər də hərəkət edirlər və özünüzdən savayı, daha doğrusu da özünüzdən savayı başqalarının da həyatını riskə atmış olursunuz. Maksimum dərəcədə yol hərəkəti qaydalarına mütləq şəkildə əməl etmək lazımdır ki, sabahları həyat itkisi olmasın və belə deyək də, sonraki peşmançılıq fayda vermir heç bir halda. Bu bizim sizə bir çağırışımız idi, bir nidamız idi ki, yol hərəkəti qaydalarına əməl edəsiniz və digər səbəbləri də bildirmək istəyirəm ki, bilirsiniz ki, sürücü olaraq daima yolda oluruq və sükan arxasında oturmaq da yorudur. Həm bel ağrıları olur, həm sinir ağrıları olur, həm stres, gərginlik, bütün bunlar bir-birini davamlı surətdə bir-birinə zəncirvari bağlı bir prosesdir. Məhz ona görə istəyirik ki, bugün yenidən, bilirsiniz ki, həftənin ikinci günləri biz öz həkim dostlarımızdan çağırırıq, sağlamlıqla bağlı söhbətlərimiz olur, məsləhətlərimiz olur və aktiv şəkildə də siz iştirak edə bilərsiniz. 055 455 1077 bizim WhatsApp nömrəmizdir. Yazın fikirlərinizi, suallarınızı, təklifləriniz nə varsa bizim də həkimimiz onu cavablandıracaq. Yeri gəlmişkən bugün biz sağlamlığa nəzarətdən danışırıq və sizə belə bir individual sual vermək istəyirəm ki, sonuncu dəfə nə vaxt sağlamlığınızı yoxlamısınız? Yəni bilirəm hamı biz belə bir tipdə insanlarıq da, ən axırda gedirik. Yəni ən sonda gedirik, özümüzü yoxladaq və artıq bu ən aşağı və pik həddə çatanda həkimdən möcüzə istəyirik ki, sən Allah qurban olun, mənə kömək elə, vəziyyət pisdir, amma çox təəssüflər olsun ki, bu bir-birinə zəncirvari bağlı olan bir prosesdir. Ən sonda getmək həyat xilas etmir və sağlamlıq xilas etmir. Məhz bu səbəbdən də sizə belə bir sual verirəm. Kim eşidir? Bizi zaten canlıdan görənlər görürlər, eşidənlər eşidirlər. Sonuncu dəfə nə vaxt sağlamlığınızı müayinə etmişsiniz, getmişsiniz, özünüzü yoxlatmışsınız ki, hər şey qaydasında da heç bir problem yoxdur, kiçik problemlər də varsa, onlar müalicə ilə keçib gedir. Günlar xanım, ümumiyyətlə sürücülər dayanmadan sükan arxasında olurlar. Bəli. Və bu bir qədər yorur. İnsan orqanizmini yorur. Saatlarla olmaq, tıxacda qalmaq və olur ki, saatlarla tıxacda qalırsan və bədəni hərəkət elətdirə bilmirsən. Amma normalda ən azından uzun yürüşlərdə heç olmasa bir saatdan düşüb bir hərəkət etmək lazımdır ki, qan dövranı normallaşsın, hərəkət eləsin. Ümumiyyətlə qan dövranının pozulması halları hansı hallarda baş verir? Yəni ki, bu bel ağrılarıdır, xəstəliklərdir, oturaq, sinir, stres, bunlar nələrə yol aça bilir? Əsasən qan dövranının pozulma səbəblərindən biri insanların gündəlik həyatlarında yürüşdən istifadə etməmə səbəbləri olur. Oturaq iş, gərginlik, stres, bunların hamısı qan dövranına mənfi təsirlərini göstərirlər. Bir də bizim insanlarımız suyu demək olar ki, içmirlər. Sudan çox uzağıq və bu da deyərdim ki, qan dövranına çox mənfi təsir eləyir. Xüsusilə sükan arxasında olduğum zaman, hətta mən də bundan bəzən əziyyət çəkirəm, 1 saat, 2 saat yolda qalırıq. Bu zaman kürəkdə ağrılar başlayır, ayaqda, xüsusilə sağ ayaqda, biləkdə. Görürsən ki, artıq ağrılar baş verir. Bu da yenə baxmayaraq ki, özüm də həkiməm, düzgün həyat tərzindən irəli gəlir ki, düzgün həyat tərzimiz yoxdur. Ən azı gündə 1-2 saat yürüyüş etməliyik ki, bunu etmirik. Hədsiz otururuq,
Günar xanım, siz belə deyim də bizim ilk həkimimiz deyilsiniz. Bunu bildirirsiniz ki, biz sudan uzağıq. Bəli. Yəni bunu bizim böyrək uroloqumuz da gələndə də bildirmişdi, ürək həkimimiz də bildirmişdi, göz həkimimiz də bildirmişdi ki, biz nədənsə suyu az içmə səbəbimiz nədir? Yəni çay suya aid olunmur da. Yəni maye, söhbət mayədən gedir. Maye qəbulundan gedir. Bunun vacibliyi nə qədər önəmlidir və niyə biz su içə bilmirik? Bax, belə mənə də maraqlı olan nüanslardan biri odur. Niyə su içə bilmirik biz? Əslində mənə elə gəlir ki, bu vərdişə bağlı olan bir şeydir. Bir insan suya meyilləndikdə, vərdiş etdikdə artıq orqanizm onu tələb edir. Nə qədər ki az biz su içirik, bədən o qədər onu yad qəbul edir. Bəzən pasientlər çoxu deyir ki, deyirəm su içməlisiniz mütləq şəkildə. Deyir axı mən su içəndə ürəyim bulanır. Ən çox çaya meyillənirlər, çay içirlər. Mən gündə çoxlu çay içirəm və yaxud da səhər duranda qaynanmış qaynar su içirəm. Deyirəm bu maye qəbul olunmaq anlamına gəlmir də. Siz filtr suyu qəbul etməlisiniz. Gündə minimum 1-2 litrdə baxır nə qədər içə bilirsiniz. Əslində su həyatdır. Su qanımızın əsas hissəsidir. Yəni susuz həyatı düşünmək, susuz orqanların yükü çoxalır, ümumi qan dövranı da zəifləyir. Su mütləqdir ki, bol maye qəbul etməliyik. Bəs nəyə görə bu çayı mayelərdən sıradan bir saymırıq? Yəni çay içmək maye qəbul etmək kimi sayılmır. Və eyni zamanda daha çox da bizim insanlar sükan arxasında qazlı içkilərə üstünlük verirlər. Çox təəssüflər olsun ki, elədir. Çayı nəyə görə sıradan maye kimi qəbul edə bilmirik biz? Yəni doktorlar əslində çoxu onu bildirir. Həkimlərimizin çoxu bildirir ki, çay içmək maye etmək, qəbul etmək deyil. Birinci növbədə su qaynadığı zaman tərkibində olan minerallar, vitaminlər yox olur. İkinci növbədə də bizim dəm kimi istifadə etdiyimiz çaylar tam təbii çaylar olmadığı üçün bunların özləri belə orqanizmaya çox zərərlidir ki, hansı ki onlar bağırsağı plyonka şəklində tutur, bir sonra vitaminlər qəbul eləyəndə o bədənə sorulmur. Bu cür problem, bəli. Mən bunu bilmirdim. Bəli. Çünki o dediyim kimi istifadə etdiyimiz dəmlər çoxları rənglərdən istifadə olunur deyə o da sağlığa çox zərərlidir. Bəs biz biraz bel ağrılarından da danışdıq ki, sükan arxasında olanda ümumiyyətlə bu bel ağrılarının əmələ gəlməsi, bu quluncdur, soyuq dəymədir. Çox vaxt sürücülər açıq pəncərə ilə avtomobil sürürlər və qulunc, bel ağrıları, bel ağrını böyrək ağrısı kimi də bildirirlər. Hətta sinir ağrısının özü belə çox vaxt sürücülərdən dəfələrlə olub yazıblar ki, sonradan bilmişəm ki, əslində mənim böyrəyim ağrımır, sinirim ağrır, oturaq sinirlərim ağrıyır. Bunların əmələ gəlmə səbəbi nə qədər qloballaşa bilər? Haralara gətirib çıxarda bilər? Bilirsiniz, əslində bunların hamısının başlanğıc səbəbi biz maşına əyləşərkən ilk öncə nə edirik? Hava soyuqdur deyib heç yandırırıq, kondisioneri qoşuruq, hətta oturacağımızı belə isidirik. Bəli, bəli. Və soyuqdan gəlmiş bir əzələ anidən isinir. Sonra biz nəyəsə eləyirik, düşürük və yaxud pəncərəni açırıq, içəri isti olan kimi əzəllər istidən relaks vəziyyətini alır. Sonra təkrar biz pəncərəni açdığımız zaman onlar soyuqlayır, gərginləşir, rigidləşir və bu da sinirlərin sıxılmasına gətirib çıxarır ki, pasientlər əslində gəlir ürək ağrısı şikayətindən. Müayinə əsasında məlum olur ki, ürəklə heç bir əlaqəsi yoxdur. Əslində əzəllərdə spazm var, rigidləşmə var və o siniri sıxdığı üçün pasient ürəyində ağrı hiss eləyir, böyrəyində ağrı hiss eləyir. Əslində əzələ sinir ağrısı olur. Əzələ sinir ağrısı yəni bu dərəcədə sərt özünü bildirə bilir də və aldadıcı Bəli. Maraqlı olan odur ki, çox vaxt həkimlərin özləri belə isti oturacağı məsləhət görmürlər. İstənilən halda deyir ki, isti oturacağı, avtomobildə daim isti oturacaqda hərəkət eləmək. Çox vaxt bu dəri salonlarında tez-tez rastlaşır ki, gecədən gələndə soyuq salonda oturmaq istəmir, qoşurlar. Qoşmaq olar mənə elə gəlir ki, müəyyən bir qismdə, müəyyən bir hissədə. Amma davamlı surətdə onunla avtomobili sürmək üçün dediyiniz kimi pəncərəni açırsan, soyuyur, qızılır və əzəllər sıxılır, boşalır və yetirəndə ağrıları gətirib çıxardır. Bunun bir sıra müalicə və həlli yolları var ki, bunlardan biri də hicamadır, zəlidir, qan çəkməkdir. Bəli. Bir də bir nüans vermək istirdim ki, nə qədər müddətdən bir bu yeniləmək olar. Yəni hicamanı da yeniləmək olar və eyni zamanda yeri gəlmişkən dinləyicimiz yazıb, salam, əlavə yazıb, hicamanı hansı müddətdən bir elətdirmək məsləhət görülür?
Tam sağlıqlı bir şəxs hər fəsildə bir dəfə etdirə bilər, yenilənə bilər qan. Amma xəstə insanlar 3 həftə fasilələrlə təbii ki, əlimizdə qan analizi nəticələri olduğu halda 3 həftə fasilələrlə etdirə bilər. 3-5 seans baxır xəstəliyə, dərəcəsinə, xəstənin şikayətinə. Buna əsasən bəzən 3 seans, bəzən isə 5 seans. Məsəl üçün, yüksək təzyiq xəstələrində biz eləyirik 5 seans, 3 həftə fasilələrlə. 3-cü seansdan sonra pasiyent bir qan analizi verir, nəticələrə baxıb davam edirik. Gülnara xanım, yeri gəlmişkən sizə belə bir sual vermək istəyirəm ki, ümumiyyətlə hicama nədir? Qısaca olaraq bizim dinləyicilərimizə də izah etsəniz, məncə çox maraqlı olar. Hicama nədir? Əslində bu bizə çox verilir bu suallar. Hicama dəridə olan kiçik kapillyarlardakı toksinli qanların xaric edilməsidir. Toksin deyəndə ki, əslində bədəndə toksinli qan deməzdim də, ağır metallarda, triqliseridlərdə, xolesterində kiçik kapillyarlarda daha çox olur. Arterial və venoz qana nisbətən. Və hicama zamanı bunlar bədəndən xaric olur. Bunun nəticəsində də qan dövranı yenilənir, qan yenilənir və immun sistemi güclənir. Yaxşı, belə bir sual verək onda. Hicamanın terapevtik üstünlükləri nədir və ümumiyyətlə orqanizmdə hansı prosesləri stimullaşdırır? Hicama deməli biz dəri üzərində bankaları yerləşdiririk və orada kiçik kəsiklər atırıq və bunun hesabına da kiçik kapillyarlarda olan qanlar xaric olur. Bu xaric olma nəticəsində həm bədən qan itkisi yaşadığı üçün yeni qan hüceyrələri yaranır bədəndə. Eyni zamanda bədəndə travma olduğu üçün xırda kiçik kəsiklər bu akupunktur rolunu oynayır və bədən öz-özünü yeniləyir, immun sistemi güclənir, maddələr mübadiləsi sürətlənir və bədəndə yeni qan hüceyrələri yaranır. Qan gəncləşir, belə deyək. Təşəkkür edirəm ətraflı izahınız üçün və belə bir sual da verim ki, baxın, çox vaxt sürücülər oturaq sinirlərdən şikayətlənirlər. Nədənsə bu oturaq sinir çox pis ağrı verir və çaşdırıcı ağrılar verir. Çaşdırıcı ağrılar verir. Bu asılı olur ayaq ağrılarına. Elə bilirlər ki, ayaqda bu arxa əzəllər ki var, onlarda dartılma halları kimi hiss elətdirir. Oturanda, duranda kəskin ağrılar verir. Bu da baldırda, bəzən isə pəncə nahiyədə çox şiddətli ağrılar olur. Yəni bunun ilkin səbəbləri nədir? Nədən qaynaqlanır? Həlli yolları və vaxtında nəzarət etmədikdə nələr ola bilər? Bu barədə də məlumat versəydiniz, məncə bir çox insanlarda peşə xəstəliyi deyilən bir xəstəlik var. Bu oturaq həyat tərzi sürən insanlar, eyni zamanda bura sürücülər də aiddir. Hədsiz oturduqları zaman fəqərələr bir-birinin içərisinə daxil olur və orada sürüşmə meydana gəlir. Sürüşmə meydana gəldiyi zamanda onurğanın yan hissəsindən keçən sinirlər sıxılır. Sinirlər sıxılma hesabına da ayağa gedən sinirlər başlayır sıxılmağa və ayağa keymə, uyuşma, bəzən şiddətli ağrılar verə bilir ki, bu da insanları çox narahat edir və həyat komfortları pozulur. Bunun üçün əslində mütəmadi əzələləri möhkəmlətmək lazımdır, idman eləmək lazımdır, yürüyüş eləmək lazımdır, turnikdən sallanmaq lazımdır. Çünki biz hədsiz oturduğumuz zaman fəqərələr bir-birinin içərisinə girir və bu da bu şikayətləri ortaya gətirib çıxarır. Amma biz gündə heç olmasa 3-4 dəfə turnikdən sallansaq və bədən ağırlığı hesabına fəqərələr bir-birindən ayrılır və o sinirlər ki sıxışdığı zaman fəqərələr aralandığı üçün də bu sinirlər rahatlayır. Bir söz deyim, bu əllə sallanırıq da, onun fəqərələrə bir təsiri varmı? Çünki çoxları elə fikirləşir ki, əllə sallandıqda boy uzanır, fəqərəyə bir aidiyyatı yoxdur. Deyirlər ki, çox güman deyir, üzr istəyirəm, deyirlər tərsinə sallanmaq lazımdır. Ayaqdan arxasına keçirirsən, elə sallanırsan ki, təsir eləsin. Həqiqətən elə bir yoxsa bir heç fərqi yoxdur. Onurğanın dartılması, onurğa mərkəzlərindən misal getdiyiniz zaman həm ayaq hissədən, həm yuxarı hissədən bədən dartılır. Bu dartılma hesabına da fəqərələrdə aralanma gedir, rahatlanma gedir. Eynən turnikdən sallandığınız zaman da ayaqların ağırlıqları fəqərəni çəkir aşağıya doğru. Başa düşdüm. Ona görə fəqərələrdə rahatlama yaranır. Gündə 3-5 dəfə heç olmasa bunları eləsək çox əslində yaxşı olar. Ramin bəy yazıb, salam, hər vaxtınız xeyir olsun. Aleyküm salam Ramin bəy. Hicamanın boyun ətrafında olan duza, yəni osteoxondroza xeyri varmı? Bəli, var. Çünki osteoxondroz zamanı qan dövranı pozulur və qan dövranının pozulması hesabına da insanlarda qolda uyuşma, keymə baş verir, arterial təzyiq yüksəlir, qulaqlarda küy meydana gəlir, görmənin pozulması, hətta ürək bulanma, qusmaya qədər gedib çıxır.
Biz bizə müraciət edən pasientlərə öncə yaxşı bir vakuum masaj və yaxud da müalicəvi masaj tətbiq edib üzərindən 2-3 seans hicama tətbiq etdiyimiz halda bu şikayət aradan qalxır inşallah. Salam Əli bəy, mən sürücü işləyirəm. Gündə 7-8 saat sükan arxasındayam. Boyun tutulması və gecələr yorğunluq çox olur. Nə cür müalicə edə bilərik? Müalicəvi masajdan istifadə edə bilər 10 günlük. Hicama terapiyası müəllimə çox yaxşı təsir edə bilər. Fizioterapiyanın özü qan dövranını yaxşılaşdırdığı üçün çox müsbət təsir edər. Sükan arxasında əsəbi oluruq, əsəbi oluram. Bu aqressiya, yorğunluğa səbəb olur. Bunun sinir sisteminə təsiri barədə də geniş məlumat almaq istərdik. Bizə Nuran yazıb. Nuran xanımdır. Valla bilmirəm, yəqin ki, bəyliyə xanımdır. Sadəcə olaraq bizə canlıdan göndərirlər. Mənim köməkçim atır mənə, mən onlara görürəm. Bizə demək istəyirəm ki, sükan arxasında olarkən əslində mən ona sürücülük mədəniyyəti deyərdim. Hər birimiz daha çox səbirli olsaq, bir-birimizə aqressiya göstərməsək, həyat daha yaxşı keçər və hətta çox hədsiz aqressiv reaksiyalar veririk. O da tıxacda çox qalırıq, hər halda ondan irəli gəlir. Biraz da həyat şəraiti, həyat tərzi və gündəlik problemlər sinir sisteminin gərginliyinə gətirib çıxarır. Bu zamanda hicama tətbiq olunsa, bədən daha yaxşı olar, gümrah olar və xoşbəxtlik hormonları hicamadan sonra yüksəlir deyə tövsiyə edərdim. Bəs bir sual verim. Normalda özünüz də sürücüsüz də. Bəli. Və ümumiyyətlə Gülnara xanım sükan arxasında bir sürücü olaraq digər sürücülərin hərəkətlərini necə qiymətləndirir? Əksər sürücülərimiz sürücülərin qiymətləri belə deyək. Normalda bəylər bilirsiniz, qadın sürücülərdən şikayətlənirlər ki, çox xamdılar, filandılar. Amma inanın ki, gündə o qədər xam bəylə rastlaşırıq ki, yəni bəzən saxlayıb demək istəyirəm ki, siz ki bəysiniz, yəni niyə belə eləyirsiniz? Xanımları görəndə çox aqressivləşirlər, daha çox hətta yolda belə şiddətlə meyllənirlər, adamın qarşısına çıxırlar, bilirsiniz, qəza şəraiti yaradırlar. Bilmirəm ki. Bilirsiniz, bir nüans var. Çox vaxt xanımların səbirlə sükan arxasında sürməyi, səbirlə, yəni stabil sürüşü, bəli, səliqəli, stabil sürüş çox vaxt belə əksər sürücüləri özündən çıxardır. Mən bunun şahidi olmuşam. Bizim hətta Yoldasan verilişinin bu barədə bir çəkilişi də olmuşdu. Biz Sevinç xanımla, Sevinç Şabanova ilə öz həmkarımızdan buradan da salamlayırıq onu. Bir kiçik bir çəkiliş elədik və nəinki adi sıravi sükan arxasında olan sürücüləri, yəni və eləcə də avtobus sürücüləri haqqında həddən artıq qınama oldu və eyni zamanda böyük yük avtomobilləri barəsində də həddən artıq qınama oldu ki, deyir, bəli, bu haldan tez-tez rastlaşırıq, mən bunu görürəm. Bəli, çox yorur. Ümumiyyətlə əksər sürücülərin hər birini yorur, amma yenə də nə qədər də olmasa bilirsiniz, o stres, o əsəbilik, gərginlik, tıxacda olmaq əsəbi olmağın səbəbi deyil də, yəni söhbət ondan gedir. İkinci məsələ də odur ki, biz dəfələrlə də verilişdə də vurğulamışıq ki, sadəcə və sadəcə ən çox tıxacı yaradan da məhz özümüzük. Öz səbəbimizdir və əgər hamı zolaq dəyişməni normal etsə, qanuni şəkildə bir-birimizə yol versək və bir-birimizin qarşısına çıxmasaq, sizə inandırım ki, tıxac olmaz. Təbii ki də. Tıxac olmaz. Bir maşın qabağa düşəndə nə baş verir, o sualın cavabını uzun illərdir mən də axtarıram. Hələ də tapa bilmirəm. Ən çox da tunelə girərkən, yəni görürsən tunelə giririk. Qarşında sənin qarşında arxandakı maşın sənə işarə verir ki, sür. Belə çox vaxt maraqlı gəlir ki, yəni hara sürüm də, yəni bunun başqa yolu yoxdur. Sağ avtomobil, salın soğun avtomobildir. Qarşıda tunelə giririk, qarşında da avtomobil var. Yəni bunu nə cürsə başqa yolu keçmək variantı varsa, buyurub bildirə bilərsiniz. Yəni o variantı mən hələ tapa bilməmişəm. Artıq 38-24 abonent yazıb bizə. Mən bir dəfə hicamə elətdirmişəm, özümü yüngülləşmiş hiss etdim, amma kimlərə olmaz sualına cavabını eşitmək istəyirəm, çünki qardaşımda qan azlığı var. O edə bilərmi? Hicama kimlərə olmaz? Hemofiliya xəstələrinə əks göstərişdir. Talasemiya xəstələrinə əks göstərişdir. 3 aya qədər hamilələrə, 2 yaşa qədər uşaqlara əks göstərişdir. Və hədsiz qan azlığı olanlara əslində əks göstərişdir. Sadəcə olaraq 2 banka, 3 banka, yəni qan azlığı nə qədərdirsə, ona uyğun banka sayı təyin etmək mümkündür. Bəs ümumiyyətlə bu qan azlığının əmələ gəlmə səbəblərini biraz izah etsəz, nəyə görə müalicə yolu olaraq istifadə edə bilərlərmi və yaxud da ki, ümumiyyətlə olmaz bunlar belə bir şəxslərə
hicam elətdirmək və zəli qoymaq baxma belə bir şeylər. Əslində qan azlığı zamanı onun müəyyən bir sxemi var ki, sırf qan azlığı üçün o sxemi biz tətbiq edirik pasientlərimizə. Həftədə 2 banka qoymaqla insanlarda qan dəyərlərini 6-8 həftəyə qədər qaldırmaq mümkündür. Amma gərək pasientlər qidalarına da fikir versinlər, ölü qidalar qəbul etməsinlər, meyvə tərəvəzdən istifadə etsinlər. Özünüz rasyon olaraq təyin edirsinizmi onlara? Yəni mən özümə maraqlıdır ona görə. Pasientdən pasientə dəyişir, bəli. Mümkündür. İndi bizim bu dinləyicimizin qardaşı neynəsin? Qan azlığı var. İndi onu yoxlamaq lazımdır ki, qan azlığı öncə müayinə etdirmək lazımdır ki, qan azlığının səbəbi nədir? Yəni nəyə əsasən qan azdır? Bəlkə ferritin əskikdir, dəmir əskikdir. Baxmaq lazımdır ki, qan azlığının səbəbi nədir ilk öncə. Ondan sonra əgər dəmir əskikliyi varsa, təbii ki, mən onu hicam etsəm o düzəlməyəcək. Onu çöldən ümumiyyətlə dəmir azlığının səbəbi mən çünki bir dinləyicimiz də var idi. Söhbət əsasında mənə yazmışdı ki, ferriti çox azdır və birdən olaraq, yəni səbəbsiz olaraq deyir ki, səbəbini mən də bilmirəm, hələ də səbəbini artırır. Yəni birdən-birə ferritim azalmağa başladı. Bunun nəsə ciddi bir səbəbləri ola bilərmi? Baxın, ciddi səbəblər dedikdə dediyim kimi, ilk öncə ölü qidalardan, fast food qidalardan hədsiz çox istifadə edirik, qazlı içəcəklərdən çox istifadə edirik, mineral sulardan çox istifadə edirik. Bunların hamısı da bizdə qan dəyərlərinin, ferritinin aşağı düşməsinə gətirib çıxarır. Düzgün qidalanmırıq. Digər dinləyicimiz yazıb ki, canlıdan yazanları bir sual verirəm. Əli müəllim, taksi sürücüsüyəm. Çox vaxt ayaqlarım şişir, qan dövranı da zəifləyir. Bu problemə kömək edə bilərmi hicama? Bəli, ayaqda olan şişkinliklərə hicama yaxşı təsir eləyir. Amma yaxşı olar ki, müəllim sükandan sonra heç olmasa oturub qalxsın, limfa sistemi işləsin. Problem ondan ola bilər. Bəli, Ayaq bəli. şişkinlikləri. Bəli, bəli. Bəs ayağa su yığılma, yəni onlar nədən ola bilər? Limfostasdan olur çox vaxt. O da yenə deyim, limfa sistemi yaxşı çalışmır. Damarların keçiriciliyi yaxşı olmadığı üçün ayaqlarda atyoklar yaranır və bu da gətirib çıxardır limfostası. Bir də nəyi bildirmək istəyirəm? Yadıma düşdükcə mənə deyildikcə. Çox vaxt deyək, çox ayaq üstə qaldıqda da kapya ayaq kapyalarında partlanmalar da olur. Bəli, olur. Onun həlli yolu olaraq nədən belə deyim də əmələ gəlmə səbəbi nədir və köməkli edə bilirmi hicam onlara? Yoxsa ona çox ciddi bir problemdir? Əslində damar həkiminə müraciət etsələr daha yaxşı olar. Biz alternativ tibik. Həkim müayinə eləyir, müalicəsini yazır. Biz də həkimin müalicəsinə dəstək olaraq hicamanı tətbiq edirik. Həkimin müalicə və müayinəsindən paralel getdiyi zaman daha yaxşı olur. Sual verirlər ki, ümumiyyətlə deyib başa da görmüşük ki, hicamı eləyirlər. Bəli. Onun nə kimi xeyirləri var? Baş hicamması baş ağrılarıdır, yüksək arterial təzyiqdir, qulaqlarda küydür, saç tökülməsidir, müəyyən dəri xəstəlikləri zamanı görmənin zəifləməsidir, diqqətin dağınıqlığı zamanı tətbiq olunur. Hətta yuxusuzluqda da çox müsbət nəticələr əldə olunur. Təzyiq dediniz siz bayaqları, biz təzyiqdən danışdıq, elə söhbət əsnasında onu qayıda bilmədik. Ümumiyyətlə, hipertoniya xəstələri müraciət edə bilirlərmi? Onları necə təyin edirsiniz və bir də görürsünüz ki, konkret hipertonik var da, yəni bu adam ancaq böyük, yüksək təzyiqlə gəzir. Yəni aşağı təzyiq olmur onda. Nə cürsə onlara müsbət təsiri varmı? Və onlar nə qədər müddətdən bir gələ bilirlər? Arterial təzyiqin yüksək olma səbəblərini birinci növbədə biz baxırıq. Hansı səbəbdir? Əgər genetik meyllilikdirsə və yaxud da ki, boyunda olan osteoxondroza bağlıdırsa, əzələ gərginliyinə bağlıdırsa, bu zaman bəli 3-5 seansa təzyiqi tamamilə arterial təzyiqi normaya salmaq hicama ilə mümkündür. Salam, şəkər xəstəsiyəm. Eşitmişəm ki, şəkər xəstələrinə də hicam etmək olmaz. Doğrudurmu? Xeyr, əslində biz hicamanı şəkər xəstələrinə daha çox israrla tövsiyə edirik. Bu zaman qanda olan şəkərin miqdarı normaya düşür, qan dövranı yaxşılaşır, xəstə özünü daha gümrah hiss eləyir. Olar. Olar, bəli. Mümkündür. Deyirlər, hicamadan sonra 1-2 gün zəiflik olur, doğrudurmu? Əgər banka sayında hədd aşılırsa, bəli, bu mümkündür. Düzgün banka sayı təyin edildiyi zaman belə hallar yaşanmır. Əli bəy, sürücülərin çoxu kənardan baxanda dinamik görünür, amma evə gedəndə yorğunluqdan əldən düşürük. Bu enerji çatışmamazlığını hicama ilə götürmək olurmu? Mümkündür. O da mümkündür. Bəli, mümkündür. Günara xanım, minnətdaram sizə. Var olasınız, vaxt tapdınız, gəldiniz, ətraflı mövzunu araşdırdıq sizinlə bir yerdə. Son məsləhət olaraq bizim sürücülərə nə məsləhət verə bilərsiniz?
Bol mayı qəbul etsinlər, yaxşıca yürüyüş eləsinlər açıq havada, baxmayaraq ki, hava soyuqdur və bu orqanizmaya daha çox faydalıdır. Çalışın, əsəblərinizi qoruyun, mən də çalışıram buna. Daha belə deyək, bir-birimizi anlayaq yolda. Daha daha yaxşı sürək. Təşəkkür edirəm. Var olasınız, mövzunu araşdırdınız. Mənə bu mövzunu bizi bir qədər ənənəvi olmayan mövzulardan biri idi. Amma çox sual verdilər, çox istəyirdilər dinləyicilər. O səbəbdən də mən sizi çağırdım və güman edirəm ki, bir çox sualların da cavabını tapdıq. Mən isə əziz sürücülər sizə yalnız və yalnız bir şey bildirə bilərəm. Özünüzdən müğayət olun, çalışın. Yol hərəkəti qaydalarını pozmayın ki, cərimələnməyəsiniz. Sabah eşidilmək ümidi ilə hələlik.